Niyə görə qadınlar dəhşətli şiddət gördüyü, təhqir olunduğu, alçaldığı bir münasibətdə qalmağa davam edir? İllərdir bu tip keyslərlə işləyərkən özümün gəldiyim nəticələr budur ki, adətən bu problemlərin kökü uşaqlıqda dərin açılmış yaralara və onlara aşılanmış yanlış düşüncələrə gedib söykənir. Məsələn, bu tip qadınların ən çox qorxduğu şeylər tək qalmaqdır. Çünki qadın tək qalmaz, bu dəhşətli bir şeydir düşüncəsi aşılanır. Cəmiyyət tərəfindən eşidəcəyi, məruz qalacağı o sözlər ki var, psixoloji şiddət daşıyan o sözlər ki var, onları eşitməkdən qorxur. Eyni zamanda onlara uşaqlıqda aşılanır ki, sevgiyə layiq olmaq üçün sən çox çabalamalısan, çox işlər görməlisən ki, sən o sevgiyə layiq olarsan. Və məhz elə bu şiddətə dözmə də o sevgiyə layiq olma düşüncələrinin içində qadına aşılanmış yanlış düşüncələrdən biridir. Əziz qadınlar, siz sevgiyə, hörmətə, dəyərə layiqsiniz, bunu unutmayın. Və özünüzdə cəsarəti tapıb kömək almağı unutmayın. Çünki biz də dözmüşük, biz də yaşamışıq deyilən o sözlərlə sənin səbir göstərdiyin o şiddət heç vaxt azalmayacaq. Əksinə, bugün gördüyümüz dəhşətli faciəvi sonluqlara gətirib çıxardacaqdır.